Məlum olduğu kimi Naxçıvan Muxtar Respublikasının kəndlərinin birində mollalıq eləyən 1940-cı il təvəllüdlü şəxs həbs edilib. Qafqazinfo xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 14 aprel tarixli hökmü ilə o 4 il 6 ay müddəti həbs cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin 150.1-ci, yəni seksual xarakterli zorakılıq hərəkətləri maddəsi ilə təqsirli bilinib və məhkəmə zalındaca qandallanıb. Qeyd eləyək ki, baş verən hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası qazisi yanında Şuranın sədri Əli Orucov Nurçıxan İnformasiya Agentliyinə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə cinsi zorakılıqda təqsirləndirilən və Naxçıvan kəndlərinin birində mollalığı elədiyi bildirilən şəxsin güya molla və yaxud din xadimi olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə həmin şəxs nə Naxçıvan Muxtar Respublikası Dini Qurumlara İş üzrə Dövlət Agentliyinin, nə də Naxçıvan Muxtar Respublikasının qazisi yanında Şuranın qeydiyyatında olan hər hansı bir dini icmanın üzvü deyil. Buna görə də onun din xadimi kimi təqdim olunması tamamilə əsassızdır.